TikTokerlər, siz həqiqətən iyrəncsiniz. TikToku bilirsən, içində hər tipdən insanın var olduğu, videolar paylaşıb yayınlar açdığı, sözdə əyləncə platformudur. Amma bizim millətimizin əksəriyyəti bunu əyləncədən daha çox çirkin əməlləri üçün istifadə edirlər. Əxlaqsızların əxlaq dərsi keçdiyi, dilənçilərin kartlarını qoyub pul diləndiyi, cinsi azlıqların kişilikdən danışdığı bu platform sözün əsl mənasında iyrəncdir. Bunlarla da bitmir. Burada insanlar qara pullarını yuyur, pozğunlar özlərinə müştərilər tapır, bəzi özünə hörməti olmayanlar da ədalət adı altında nə gəlli danışırlar. Amma ən pisi bu iyrənclikləri edən TikTokerlərin xalq tərəfindən sevilib dəstəklənməsidir. Huna asma'ul husna khalaqana. Atışmamış. Ay Allah'ın cezası. Get vızı. Bu senin anava atam. Uşaq və ya böyük demədən hər kəsə təhqirlər yağdıran bu adam niyə yüz minlər tərəfindən izlənir? Velizarı təəssüf ki, çoxlarınız tanıyır. Problem onun cinsi azlığının olması deyil, bunu bu qədər gözə soxmasıdır. Çünki bu bir xəstəlikdir. Düzdür, hər kəsin öz həyatı var və insanlar qanunlar çərçivəsində istədikləri kimi yaşaya bilərlər. Amma kamera qarşısında yüz minlərin önündə açdığı bu yayınlar onun şəxsi həyatı olmaqdan çıxır. Bu yayınlarında qarşısına gələn insana hərəkətləri ilə, mimikaları ilə dilə gətirilməyəcək sözlər deyir. Qarşılığında isə izləyiciləri tərəfindən dəstəklənir və sevilir. Biabırçılığın və sizliyin bu qədəri də yox. Bu sözlərin bəlkə də çoxlarının xoşuna gəlməyəcək, amma Velizar hər nə qədər düzgün insan olmasa da, əsas problem onu dəstəkləyən millətimizdədir. Belə birini izləyən 105 min nəfərin tək bir ortaq cəhədi ola bilər. Orası məndə qalsın. TikTokerlər TikTokda heç yerdə olmadıqları qədər sərbəstdirlər. Bu azadlıqdan da tərbiyəsizliklərini nümayiş etdirmək üçün istifadə edirlər. İstəyən istədiyini söyür, istədiyi tərbiyəsizliyi eləyir, hətta bəzən TikTok vasitəsilə tənini belə satır. Hıqı kimi tanınan bu TikToker qız zamanında porno videoları ilə gündəm olmuşdu. Bir insan üçün ən pis şeylərdən biri bəlkə də onun namusunun zədələnməsidir. Amma bu hərat bunu necəsə fürsətə çevirdi. Beyinləri ərimiş olan gənclər onun TikTok yayımlarına baxır, burada ona təriflər yağdırıb bəyənirdilər. Hıqı isə ona olan diqqətin fərqinə varanda bundan istifadə etməyə qərar verdi. Təbii ki, bunu sataraq. Gəncləri öz Telegram kanalına çəkib onlara öz görüntülərini satmaq üçün pul tələb edirdi. Şuursuz gənclər də alırdı təbii ki. Zamanla onun bu görüntüləri hər yerdə yayıldı. Artıq insanların onu izləməsi üçün pul ödəməyə ehtiyacı yox idi. Amma bu onun üçün bir problem değildi. Çünki artıq kifayət qədər tanınırdı. Bu tanınırlıq da ona yeni, real müştərilər qazandırırdı. Görüntülər üçün yox, hıqının özü üçün. Görün bu gənc insanlar gördükləri iyrənclikləri TikTok vasitəsilə necə də ictimailəşdirirlər. Hal-hazırda isə hıqı TikTok yayımlarına devam edir. Sanki gözəl işlər bacarmış, nümunəvi bir insanmış kimi sinəsini qabağa verərək bu yayımlarında gənc qızlara necə yaşamalı olduqlarını və asan pulu necə qazana biləcəklərini öyrədir. Çox xoşbəxtəm. Siz başa düşürsünüz 20 yaşında salon açmağın nə qədər böyük bir məsuliyyət və xoşbəxtlik olduğunu. Hərdən başa düşərsiniz? Əgər hər pula çıxan bu qədər yaxşı qabağa gedə bilsəydi, bu dəqiqə hesarda heç bir auditi. Pozğunu qəhrəman eləyən xalq bizləri bunları izləməyə məcbur edir. Tək hıqı da deyil. Onun kimi yüzlərcəsi var bu TikTokda. Amma bunların hamısından danışmayacağam. Sadəcə bunları izləyib onlara dəstək verənlərdən bir xahişim olacaq. Bu əxlaqsızları izləməyi və dəstəkləməyi bu qədər çox sevirsinizsə, belə olmağı öz ailənizə də öyrədin. TikTokdakı bütün bu əxlaqsızlıqların təməl səbəbi puldur. Çünki bu platformada böyük pullar qazanılmasaydı, bəlkə də biz belə insanları heç vaxt tanımazdıq. Əsasən də qanunsuz yollara əl atıb TikTok vasitəsilə qara pullar yuyanları. Cinayətkar şəbəkə bir çox TikTok fenomenləri ilə sövdələşmələr edib və milyonlarla pul qazanıblar. Onlar canlı yayım açan fenomenlərə 100 minlər dəyərində hədiyyə göndəriblər. Daha sonra isə o pulun 80%-ni fenomendən geri alıblar. Ekrandakı iki nəfərin mənasız bir mövzuya görə bəzən də səbəbsiz şəkildə sadəcə qışqıraraq bir-birləri ilə yarışdığı yayınları görmüsən. Ekrandakı bu suni gərginliyin fonunda isə bu insanlara minlərlə manat dəyərində şeirlər və ya digər bahalı hədiyyələr göndərilir. Bu yayınları izləyənlər də düşünür ki, kimsə evində oturub dırnaqarası bir TikTokerin qışqırığına və ya oynadığı mənasız cəzalara görə ona minlərlə manat pullar xərcləyir. Xeyr, belə bir şey yoxdur. Bu bahalı hədiyyələrin çox böyük bir qismi çirkli pulların qanuniləşdirilməsidir.
maliyyələşdirilməsi üçün qurulmuş bir sistemdir. Oğurlanmış bank kartları, fırıldaqçılıq ilə əldə edilmiş vəsaitlər və ya digər qanunsuz gəlirlər müxtəlif saxta TikTok hesablarına yüklənir. Daha sonra bu pullar həmin o PK zamanı kütləvi hədiyyə şəklində bu TikTokerlərə göndərilir. TikTok bundan öz komissiyasını tutur. Yerdə qalan vəsait isə canlı yayım gəlirinə çevrilib TikTokerin rəsmi hesabına köçürülür. TikToker bu hədiyyələrdən öz payını götürür, qalan pulu isə sahibinə, yəni öncədən sözləşdiyi şərikinə qaytarır. Beləliklə cinayət yolu ilə əldə edilmiş çirkli pul izini itirərək dövriyyəyə girir. Ekran qarşısında bu şounu həyəcanla izləyib onlara qəpik quruş atan, dəstək olan sadəlöv izləyici isə əslində nəhəng bir cinayət sisteminin qara pul yuma əməliyyatının kamuflajına çevrildiyinin fərqində belə olmur. TikTokun necə iyrənc bir yer olduğunu danışmaqla bitməz. Amma bütün bu TikTok rəzalətlərindən sonra bir nəfərdən də danışmaq istəyirəm. Gülbala hər nə qədər digərləri qədər ciddi bir mövzu olmasa da, onun da elədikləri heç də göz yumulacaq şeylər deyil. Canlı yayımlarında kart hesabını qoyub insanlara ona pul atmaları üçün dolayısıyla yalvarır. Özünə isə haqq qazandırma tərzi daha da qəribədir. Moped uşaqlıq arzumdur, maşın mənim ən böyük xəyalımdır kimi sözlərlə insanların emosiyalarına toxunub onlardan bu şəkildə pul qoparda biləcəyini düşünür. Əslində o, bu düşüncəsində çox haqlıdır. Əxlaqsızlara, insanlara zorakılıq edənlərə dəstək olub minlərlə manat pullar xərcləyən xalqın maşın arzusunda olan yoxsul bir gəncə də dəstək olacağını düşünür. Bunu düşünməklə də qalmır, çünki insanlar həqiqətən də ona bu pulları atırlar. Gülbalanı söysələr də, onu təhqir də etsələr, əsas odur bu pulları atırlar. Əslində Gülbala digərləri qədər tərbiyəsiz biri deyil. Sadəcə biraz safdır. O insanları əzmir. Uşaq böyük demədən onlara söyüşlər söymür. Ya da digərləri kimi pozğunluğu təbliğ eləmir. Ən əsası hər kəsə hörmətlə yanaşmağa çalışır. Hətta başqa ölkədə olmağın rahatçılığı ilə onu söyən bu düşüncəsiz insana belə. Hələ də evimin damı su buraxır. Sən nə danışırsan? Hani qaqa, arası buraxır. Ha gösterme. Taşırıp parmağını yarana. Onun bunun uşağın mı vurur senden öz aleminde? Eleme. Söylüşləyin, təqib yox. Gülbala. Qaqa, mən gedirəm. Senin komşuların senin ananla mırt vurup dünyaya gelmişsen. Sen indi cemaattan öz aleminde mırt vurursan ki ha. Hey qaqa, Allah eləməsin kimləsə mutlu. Allah'ıyla sen kelime-i şehadatı bilmirsən. Yoxsul və kimi kimsəsi olmayan heç bir insan bu təhqirlərə məruz qalmamalıdır. Əgər Gülbalaya işləyib əziyyətinin qarşılığını ala biləcəyi bir iş təklifiniz yoxdursa, onu qınamağa da haqqınız yoxdur. Qısacası, asan pulların havada oynadığı, əxlaqsızlıqların həddi-hüdudu olmayan bu TikTok kimi şəbəkələr insanlığa çox pis bir örnəkdir. O qazanır, bu qazanır, amma işini gücünü atıb, oturub mədəni yayınlar açan, insanları əxlaqi yumorla əyləndirən, onlara faydalı mövzulardan danışan, gəncliyə yaxşı örnək olan sən qazanmaya bilərsən. Çünki millətimiz pozğunluğa qiymət verir. Bunu görən pozğunlar da günü-gündən artmağa davam edir. TikTokdakı bəzi pozğunlara gülüb keçərkən əslində gələcək nəsillərə gülürük. Bu videodan sonra nəyinsə dəyişəcəyinə də inanmıram. Çünki əsas problem nə TikTokerlərdədir, nə də ki TikTokda. Problem səndədir. Problem məndədir. Problem ümumilikdə bizik. Problem cəmiyyətimizdir.